Araz dinləyiciləri və tamaşaçılara hər birinizi xoş gördük. Sizinlə mən, Aybıq Nazirli, Sərbəst Salıqayıq. Bu mənim sizinlə ilk görüşümdür. Təbii ki, adətən ilk görüşlər xoş əhval-ruhiyyə ilə, bayram əhval-ruhiyyəsi ilə başlayır, amma hər kəsə məlumdur ki, hər kəsə bəllidir ki, artıq bir neçə gündür ki, xalqımız çox hüzünlü günlərini, eyni zamanda qəhrəmanlıq günlərini yaşayır, eyni zamanda da hüzünlü günlərini. Mən vətən yolunda canlı qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların valideynlərinə, onların ailə üzvlərinə isə Allahdan səbr diləyirəm. Eyni zamanda cəbhə bölgəsinə yaxın rayonlarımızda həlak olan dinc sakinlərə də Allahdan rəhmət diləyirəm, onların ailə üzvlərinə də səbr, mətin olmağı, cəsarətli olmağı arzulayıram. Bu dərdi biz hamılıqla birlikdə bölüşürük, birlikdə yaşayırıq. Və bütün bu kədəri, qəmi nəzərə alaraq elə bu hasilərlə labid olan bir mövzu haqqında, müharibə şəraitində yaşayan insanların psixoloji durumu haqqında danışacağıq. Mənimlə birlikdə bu mövzunu psixolog İbrahim Əsədi sizinlə görüşəcək. Xoş gəlmişsiniz İbrahim doktor. Xoş gördük. İlk öncə bütün şəhid olmuş qəhrəmanlarımıza, oğullarımıza Allahdan rəhmət diləyirəm. Bunların da qorunmalarına Allah ikinci qəmrimizi versin, Allah səbir versin, son qəmrimizi olsun. Əlbəttə, müharibə yaxşı şey deyil. Lakin həyat elədir ki, görürsünüz ki, həyatda hər şey olur. Bu həyatın qışı da var, yayı da var, bunun sevinci də var, kədəri də var. Müharibə də nədir? Müharibə aparılan siyasətin zor gücünə tədbiqidir. Yəni, hər hansı bir bizə qarşı təcavüz baş verirsə, biz onu xoşluqla, mülayimçiliklə, sülhpərvərliklə qəbul edə bilərdik ki, əlbəttə ki. Amma bu o qədər də xoş nəticə verməyəcək. Əgər səni gəlib tallayırlarsa, əgər səni gəlib zorlayırlarsa, sən buna mülayim cavab verməklə, sən o zorakılığın qarşısını ala bilmirsənsə, onda nə mənası var bu sülhpərvərliyin? Əgər təcavüzkarı sən vaxtında yerində oturdura bilirsənsə, ona layiqincə, adekvat müqavimət göstərirsənsə, onda təcavüzkar da sənə yenidən təcavüzünü davam etdirmək, zorakılıq tədbiq eləmək artıq eləməz. Bu 10 illər ərzində, bu 25 il ərzində üst-üstə biz yığsaq 4-nə qədər Azərbaycan şəhid verirdi. Hələ maddi itkiləri bir kənara qoysa, mənəvi itkiləri heç neylə verilmir. 10 ildə 365 gün var. Yəni, bu illər ərzində, 3000 gün ərzində görün, hər gündən bir şəhid heç olmasa gedirdi. Mən özüm də Qarabağda 2 il ön cəbhədə həmən o İndar, Ağdərə istiqamətində birinci dərdə istiqamətində özüm xidmət eləmişəm ön cəbhədə, həmən əsgərlərlə birlikdə mən də orada vuruşmuşam və bilirəm oradakı ağır şəraiti, oradakı situasiyanı. Və deyə bilərəm ki, hər gün bir nəfər şəhid olurdu bu 25 il ərzində. Görün, bu 6000 gün ərzində nə qədər insanlar bizdə şəhidlərimiz var. Bu 4 gün ərzində də bu kəskinləşmə, bu müharibənin sonu deyil. Sadəcə olaraq bir növbəti epizod kəskinləşmədir. Və əlbəttə ki, biz xeyli sayda şəhidlər versək də, lakin düşmən bizdən 10 qat artıqlanma öz tələfat verirdi. Belə götürsək ki, onlar da insanlardır, bəlkə də yazığımız gələr, lakin onlar düşməndir. Və müharibənin psixoloji cəhətdən öz paradigması var, sülh dövrün öz paradigması var. Bizdə psixoloji cəhətdən niyə görə çətindir bizdə yaşamaq? Çünki biz bilmirik ki, biz nə zamanda yaşayırıq. Sülh müharibədir. İnsan istənilən ağır şəraitə adaptasiya oluna bilir, öyrəşə bilir. İnsanın orqanizmin elə xüsusiyyətləri, elə işləmə qaydası var ki, insan istənilən çətinliklərə dözə bilir. Deyək ki, yavaş-yavaş havanın hərarəti artırsa, insanda məsamələr, dərdə olan məsamələr də ona uyğun tənzimlənir. Hava soyuyursa, insan ona uyğun da yenə də tənzimlənir, adaptasiya olunur. Əgər səsli köylü bir yerə düşürsə, insan bir müddətdən sonra ona da öyrəşir. Yəni, insan orqanizmi elə universal, elə bir unikal orqanizmi ki, istənilən şəraitə öyrəşə bilir.
uyğunlaşa bilir, yəni adaptasiya oluna bilir. Müharibə də onun kimi insana çox böyük stresli bir situasiyadır. Çox böyük stresli. Burada qorxu da var mı, stres var mı, depresiya var mı? Hər şey var burada. Burada hər şey var. İlk öncə insanın bünövrəsində ən vacib bir qorxu var ki, bir neçə qorxu var əslində, amma ən vacib qorxu ölüm qorxusudur. Yəni həyatını bitirmək qorxusudur. Əgər bu qorxu olmasaydı, heç bir canlı yaşaya bilməzdi. Çünki əgər ölümdən qorxmasaydı, canlı yaşamağa can atmazdı və onda da həyat davam etməzdi. Bu təbiidir və çox normaldır və çox düzgündür ki, hər bir canlı insan da şuurlu şəkildə, digərləri şuurlu ya şuursuz şəkildə, lakin hər bir canlı öz həyatını qorumağa, öz həyatını davam etdirməyə və eyni zamanda nəslini də davam etdirməyə can atanmalıdır, elə də olmalıdır. Və ona görə də hər hansı bir təhlükə bunun üçün olarsa da, müharibə də öncədən belə bir təhlükədir. Və bu təhlükənin qarşısından, bu qorxunun qarşısına sinə gəlmək yalnız qəhrəmanlıq, igidlik təcəssümüdür. Və ona görə də mən yenə də bizim qəhrəman igid oğullarımıza, hansı ki bilə bilərək ki, onlar döyüşə gedirlər və hamıda qayıtmaya da bilərlər və yenə də gedirlər və torpağımızı qoruyurlar və düşməndən təmizləyirlərsə, onlara min alqışlar, onlar əbədi bizim qəlbimizdə, bizim xatirlərimizdə, bizim ürəklərimizdə əbədi yaşayacaqlar. Bunlar doğrudan çox bildik və çox qəhrəman insanlardır. Çünki bir var ki, insana qəflətən hər hansı bir təhlükə gələr. İnsan hazırlıqlı da ola bilər, hazırlıqsız da ola bilər, yəni bu başqa bir məqamdır. Lakin öncədən bilərək ki, sən gedəcəksən təhlükəyə və orada həyatda təhlükə var və bu təhlükənin gözünün qarşısına alıb da yenə də gedirsənsə, bu bir qəhrəmanlıqdır. Lakin mən böyle başa düşən ki, bu mümkün özünün qəhrəmanlıq psikologiyası haqqında deyil, o gerdə qalan o zonalarda yaşayan... onlar haqqında da yaxşı bir fikirlərinizi verdiniz. Ən azından bizim əskərlərimiz bu hissi özlərində yaşayırlar. Yəni, bilirlər ki, onlar vətən yolunda öz canlarını qurban verirlər, bilirlər ki, vətənlərini qoruyurlar. Bu hissi özündə yəni ki, təqlid etmək, yaşatmaq, yaratmaq özdə bu bizim əskərlərimizin məğluluğundan xəbər verir. Yəni, əsl əskər əslində bu cür hisslərlə yaşamalıdır, vətəni qorumalıdır. Əlbəttə, hər bir insanın bir işi var, bir vəzifəsi var. O vəzifəsinə görə də insan o peşədə, o işdə olan təhlükələri, istənilən təhlükələri qarşısına alır. Misal üçün, bizim elə bir peşələrimiz var ki, yanğın söndürənlər, onların işi elə təhlükədir başlamaya. Polis nəfərlərimiz var ki, onları ciddi təhlükələrlə üzləşirlər bu işlərində və adi qaydada belə, hətta sülh şəraiti belə olsa belə, onların həyatı təhlükəlidir. Müəyyən həkim tayfası var ki, onlar çox təhlükəli yolxucu xəstəliklərlə hərbim işləyirəm, elə birimə, ağzaq xəstəlikləri vərən şöbəsində biz hər saniyə, hər an ölüm təhlükəsi ilə üzləşirik. Və bu təhlükənin də gözümüzün qarşısını alıb, biz hər saniyə işləyirik və öz peşəmizi yerinə yetiririk. Eyni ilə əskərlərimiz. Əskər olan kəsin işi vətən uğrunda ölməkdir. Yəni, o bunun üçün yaranıbdır, o peşəsi budur. Psixoloji olaraq əskərlər özlərini hazır edir. Hər hansı bir insan, hər hansı bir insan peşəsindən uyğun, müəyyən psixoloji adaptasiya olunmursa, ona uyğunlaşmırsa, o öz peşəsini yerinə yetirə bilməz. Əgər yanğın söndürən ondan qorxursa, onun o yanğın söndürən işləməsi məsləhət deyil. Əgər hər hansı bir polis nəfəri kimi əskərdən qorxursa, öz qorxusuna bərk gələ bilmirsə, əslində gələ bilmirsə, onun polis işləməsi məsləhət deyil. Əgər hər hansı həkim birindən iyrənirsə, qandan qorxursa, infeksiyadan, təhlükədən çəkinirsə, onun həkim işləməsi məsləhət deyil. Yəni, bu da onun kimi. Əlbəttə ki, bizdə də əskərliyə, bizdə ümumi mobilizasiya sistemi deyə, könüllü sistem deyil. Ona görə biz deyə bilmərik ki, əskər olan kəslərin hamısı qəhrəmandır və hamısı qorxusuna qarşı tədbir görə bilir. Lakin xüsusi bizim dəstələrimiz var ki, ora könüllü əsasında və xüsusi seçim əsasında aparırlar. Bu əlaxsus bizim xüsusi təyinatlı dəstələrdən söhbət gedir, kəşfiyyat dəstələrindən söhbət gedir. Ona görə də ənənəvi olaraq bu strukturlarda işləyən, çalışan, xidmət edən insanlara, əskərlərimizə xüsusi hörmət var. Çünki oraya hər adam düşə bilmir və deməli, bunlar müəyyən sınaqdan keçiblər, həm psixoloji cəhətdən, həm fiziki cəhətdən bunlar hazırlıqlıdırlar ki, bunları bu dəstələrə layiq gördülər və bu konfliktdə, deməli, müharibənin
dəyişməsində bu aprelin əvvəlində olanda xüsusi rol olubdur su təyinatlı dəstələrimizə. Kəşfiyyat və su təyinatlı dəstələr burada çox önəmli bir rol oynayırlar. Çünki bildiyimiz kimi geniş miqyaslı bu tədbir deyildi. Sadəcə olaraq, adekvat olaraq düşmənə cavab vermişik. Bu hücum tədbirləri deyildi, bu geniş miqyaslı hücum əməliyyatları deyildi və bir də xatırlatmaq istəyirəm ki, ümumiyyətlə hücum olanda 1-ə 3 nisbətdə hücum edən tərəf daha çox itki aparmalıdır. Lakin biz bu dəfə gördük ki, ermənilər nə qədər özlərindən öyünsələr də, onlar psixoloji cəhətdən çox böyük zərbə alıblar, onlar çox cılız görsənirlər. Çünki 20 il onlar tikdikləri istehkamları biz bir neçə saatın ərzində dəf edə bildik. Bizim cəsur igidlərimiz bir neçə saat ərzində düşmənin 10 və 20 kilometrinə qədər irəliləyə bildilər. Əlbəttə ki, məqsəd yoxdur tamlıqla gelib onları götürmək. Əgər elə bir əmr verilərsə Ali Baş Komandan tərəfdən, əlbəttə ki, biz məskərlərimiz onu yerinə yetirərlər. Lakin bu dəfə sadəcə olaraq bir məqsəd var idi ki, lazım olan strateji nöqtələri ələ almaq və düşmənin ən birinci sarsıdıcı psixoloji zərbə endirmək və bunu da biz elədik. Düşmən xeyli miqdarda həm texnikada, həm canlı qüvvədə itkilər aparıbdır və onların özünə öyünmələri, özlərinə arxayın olmaqları və digər qüvvələrə arxayın olmaqları sarsıdılır və bu da onlara böyük zərbə verir və mən düşünürəm ki, psixoloji cəhətdən, psixolog kimi ən yaxşı dövr indi dayanmadan bu uğurlarımızı irəliləmək və diplomatik sahədə qanun tikisi vermədən işğal olmuş torpaqlarımızı bu ən psixoloji gözəl məqamdır ki, düşmən qorxub, gözü qorxub və biz heç olmasa ən yaxın bu bir aydan, 2 aydan bunu həll edib onlardan torpaqlarımızı geri qaytara bilərik. Və düşmən bir də onu görür ki, Azərbaycan ordusu nəyə qadirdir, Azərbaycan ordusu nə qədər qüdrətlidir. Mən istərdim ki, kiçik bir xaşiyə çıxaq, elə ordumuzla bağlı gözəl bir ifa var, ona qulaq asalım, İbrahim doktor. Gözəl bir ifa var. Gözəl bir qəhrəmanlıq mahnısıdır, ifası Qurban Nəzərova məxsusdur, sözləri isə bizim gənc şairimiz Tural Ümidə məxsusdur. Mən arzu edərdim ki, o gün olsun bizim bütün torpaqlarımız azad olsun və bizə ancaq qələbə marşları çalınsın, bəstəkarlar qələbə haqqında mahnılar məsələsinlər. Bizim SMS-lərimiz var, istərdim doktor, onları oxuyum sizin üçün. Zabit adlı dinləyicimiz yazır ki, Salam Aynur xanım, yeni ilk verişiniz xeyirli uğurlu olsun. Qonağımızı da salamlayıram. Mən bir sual vermək istəyirəm qonağımıza. Vətənpərvər ruhunda olmaq üçün nə etmək lazımdır? Yəni, qorxaq olmamaq üçün. Bu növbəti SMS-ləri də oxuyub, sonra bu suala qayıdarıq. Digər bir dinləyicimiz Əsmər gəlir. Salam Aynur xanım, yeni verişiniz xeyirli uğurlu olsun. Belə bir mövzuda ilk verişinizi hazırladığınız üçün təşəkkür edirəm. Şəhidlər ölməz, vətən bölünməz. Çox sağ olun Əsmər xanım. Digər bir dinləyicimiz Qabil yazır. Salam, hər vaxtınız xeyir, salamlayıram. BSTFM ailəsinin nəhayət ki, gözəl bir veriş işıq üzü gördü. Xeyirli uğurlu olsun. Sizi və qonağınız İbrahim bəyi salamlayıram. Hər birinizə təşəkkür edirəm. Vətənpərvərlik hissi insanın içində doğulur, yoxsa yaranır? Bunun üçün nə etmək lazımdır? Zabitin dinləyicimizin sualına istəyərdim ki, cavab verəsiniz. Çox gözəl suallardır. Çox sağ olsunlar bizi dinləyən dinləyicilərimiz maraqlanırlar, sual verirlər. Çox gözəl bir sualdır. Ümumiyyətlə, psixoloji cəhətdən mən sizə belə deyərdim ki, insanda bir neçə hisslər, insan ümumiyyətlə həyatını hisslər idarə edir. İnsanda müəyyən tələbatlar var və tələbatlara görə insan hərəkət edir. Lakin insanın eyni zamanda şuuru formalaşandan sonra onun ruhunun qidalandırıcısı bir hisslər var, duyğular var ki, o duyğulara görə insan hərəkət edir, yaşayır və yeri gələndə də öz həyatına qurban verir. Bunlardan biri ailəsinə görə, yaxınına görə, vətəninə görə, peşəsinə görə. İnsan özü seçir. İnsan özü seçir ki, nə uğrunda yaşamağa dəyər, nə uğrunda ölməyə dəyər. Doktor, aydın necə insanlarda hisslər çox olur, belə emosionallıq? Emosional insanlarda emosionallıq çox olur. Emosional insanlarda, bəli, deməli, emosional insanlarda adətən bu hisslər daha çox olur. Siz belə demək çətindir. Götürəndə
insanların psixotiplərini, insanlarda bir neçə təsnifat var ki, insanların psixotiplərini görə bilərik. Ən sadəsi və ən qədimi, çoxdan 2000-dən artıq ildir istifadə olunan qət təbabətinin banisi Hipokratın təsnifatı edir ki, o deyir, insanlar var sangini, xolerik, flegmatik və melanxolik tiplər olur və bu tipləri, 4 tipləri götürsək, ən çox emosional tiplər xoleriklərdir, ondan sonra sanguiniklərdir. Biraz zəif flegmatiklərdir və ən zəif belə deyək ki, emosional melanxoliklərdir. Bu, indi bir tərəfə qalsın, amma sualın əsas mahiyyəti odur ki, necə özündə qorxunu dəf edib vətənbərbərlik hissinə aşılamaq. Bunu mən sizə deyim ki, vətənbərbərlik hissi təbiətən normada hər bir insanda var, o da nədən irəli gəlir? O da yaşadığı yerə bağlılıqdan irəli gəlir. Yəni, insan yaşadığı yerə bağlıdırsa, artıq o vətənpərvərdir. Elə insanlar var ki, onlar yerlərini tez-tez dəyişirlər və onlar onda yaşadığı yerə yox, hər hansı bir anlayışa bağlıdırlar, vətən anlayışı. Deyək ki, əsrlər boyu uzaqda yaşayan bir tayfalar, millətlər öz torpağına qayıda bilmirlər, yolda yaşaya bilmirlər. Lakin onların mədəniyyəti, onların cəmiyyətdəki olan siyasət elə bir formalaşır ki, onlar həmən torpağa bağlı ola bilirlər. Tarixi misal hamınız bilirsiniz ki, Yahudilər, onlar İsrail torpağında dediklərinə görə 2000 ildir ki, yaşamırdılar. Lakin əsrlər boyu onlar bu vətənpərvərlik hissini özlərində saxlamışdılar, qəbul eləmişdilər, yaşatmışdılar və 1947-ci ildə onlar təzədən İsrail dövlətini yaradıb, bir vətən kimi özləri üçün onu tapışmışlar və vətən uğrunda da küçülü miqdarda şəhid vermişdilər və davam edirlər də bunu etməyə. Yəni, insanlar vətənpərvərlik hissi 2 hissədən ibarət olur. Biri təbiətən, insan yaşadığı torpağa bağlılıqdan. Dədə Qorqudun gözəl bir sözü var. Deyir, əgər torpağı əkib becərmirsənsə, qorumağa dəyməz. Əgər qorumursansa, əkib becərməyə dəyməz. Yəni, insan yaşadığı yerdə, qidalandığı yerdə, bəsləndiyi yerdə, doğulduğu yerə bağlı olur və o vətənpərvərlik hissi ona imkan verir ki, öz doğma torpağını qoruya bilsin. Mən burada bir dənə maraqlı bir məqama toxunmaq istəyirəm. Çox vacib psixoloji məsələdir bu müharibədə. Təəssüflər olsun ki, bunu heç kim heç vaxt qeyd eləməyibdir, ona bir eksklüziv olaraq sizin görüşdə bu fikrini səsləndirirəm. Bundan nədən ibarətdir? Biz bilmişik ki, hansı bir torpağa digər qəsbkarlar təcavüz eləyəndə bir tərəf bilir ki, bu onun vətənidir, digər tərəf bilir ki, bu gəlibdir qəsb etməyə və o torpağı uğramağa. Deyək ki, Fransızda Rusiyaya təcavüz edəndə Fransızlar bilirlər ki, Rusiya onların torpağı deyil. Almanlar Rusiya hücum eləyəndə Almanlar bilirlərdi ki, onların torpağı deyil. Və ona görə də psixoloji cəhətdən təcavüzkar həmişə zəifdir. Çünki öz vətənini qoruyan kəs həmişə axıra qədər döyüşür. Daha əzimlidir. Daha əzimlidir. Və ermənilərlə bizim müharibəmizin bir dənə problemi var. Biz daima deyirik ki, bu bizim torpaqdır. Lakin biz unutmayaq ki, niyə görə erməni məsələsi bir-bir uzandı? Ona görə ki, ermənilər üçün də onların vuruşduğu torpaq vətən sayılır. Onlar hesab etmirlər ki, bu Azərbaycanın torpağıdır və ona görə onlar qəsb edir, təcavüz edirlər. Onlar onu öz vətəni hesab edib, axıra qədər bu müharibəni eləyəcəklər. Ona görə burada bir dənə yolu var. Mənim bu fikrimdir. Əslində, bu problemi, Qarabağ problemi heç bir sülh yolu yoxdur, heç 1%-də. Bu yalnız ölüm yoludur. Ya biz ölməliyik, yollar ölməlidir. Çünki heç kəs öz vətənindən əl çəkməyəcək. Ona görə də burada dirəşib ermənilər sadəcə öldürmək lazımdır. Burada başqa yolu yoxdur. Ümumiyyətlə, Qafqazda erməni dövlətçiliyinin olmaması məsələdir. Olarkən bu münaqişə, bu problemlər, bu təcavüzlər, bu zorakılıqlar əvvəzi olaraq davam edəcəkdir. Ona görə də bu olmasın deyə biz hazırlıqlı olmalıyıq. Psixoloji cəhətdən də hazırlıqlı olmalıyıq. Biz düşmənin nə ilə qidalandığını, ardın havada onlara dəstək verdiklərini də bilərəkdən biz daha mətin olmalıyıq. Psixoloji cəhətdən daha möhkəm olmalıyıq. Və bizdə aparılan, burada məsələ belədir ki, cəmiyyətimizdə bu son günlər biz gördük ki, vətənpərvərlik ruhu çox yüksəkdir. Əlbəttə bizim gənclərimizdə. Deməli, bizim aparılan siyasət, aparılan ictimai işlərimiz, aparılan elmi işlərimiz, aparılan tərbiyə kifayət qədər yüksəkdir ki, biz sınmadıq,
biz baxmayaraq ki, özümüzü məğlub yaşadıq, hesab edirdik ki, çünki torpaqlarımız əlimizdən getmişdi, qaçqınlarımız var və bu da bizim böyük sosial problemlərimizdir və digər problemlərimizi yaşayırıq. Buna baxmayaraq, bizim vətənpərvərlik hissimiz yaşayır. Və o sual ki, o vətənpərvərlik hissini artırmaq üçün nə lazımdır? Sadə cavab budur ki, qələbə. Qələbə nə qədər çox olarsa, vətənpərvərlik hissi o qədər də çoxalır. Amma problem ondadır ki, sən məğlub olanda o vətənpərvərlik hissini yaşatmağa bacarsan, sənə əksən. Bax, bu artıq başqa bir bacarıqdır. Vətənpərvər olmaq üçün kifayətli bir şey. Sadəcə torpaqlı sevir. Kifayətdir. Torpaqlı sevirsənsə, sevdiyin bir anlayış üçün sən hər şeyindən keçməyə hazırsan. Sevdiyin torpağın varsa, sən onun dərdində çalışırsan, ziyyət çəkirsən, zəhmət çəkirsən, lazım gələndə həyatını da verirsən, lazım gələndə qurban da gedirsən, şəhid də olursan. Yəni, bu sadəcə sevgidən irəli gəlir. İnsan nəyi sevirsə də, onun uğrunda da mücadilə aparıb döyüşür. İndi isə musiqiyə ayrılır. Yenidən qayıdacaq. Bir daha xatırladım ki, biz FM Az Radyosundasınız, Sərbəst Saat proqramını dinləyirsiniz. Bir SMS-i xatırlatmaq istəyirəm. Salam, hər vaxtınız xeyir olsun. Aynur xanım, sizi və qonağınız İbrahim bəyi salamlayıram. Biraz bundan qabaq səslənən ən önemli mahnı çox super bir ifaydı. Gün o gün olsun ki, qələbə mahnılarımız bəstələnsin. İbrahim doktor, bayaqı fikrinizə bir əlavə etmək istəyirəm ki, ümumiyyətlə Azərbaycanın 1 milimetr torpağına belə ermənilərin haqqı çatmır və gün o gün olacaq ki, yaxın gələcəkdə erməni milləti silinəcək, Azərbaycan xalqı tərəfindən silinəcək, yer üzündən silinəcək. Çünki bu elə bir millətdir ki, nəinki torpaq, bu dünyada nəyi görürlərsə onu mənimsiyirlər, onu özününkiləşdirirlər. Nəysə, onların genetikası fərqli bir genetikadır. Yəni, bu haqda da alimlərin fərziyyələri, alimlərin artıq, necə deyərlər, apardığı tədqiqatlar bunu göstərir ki, həqiqətən onlar nəyi görürlərsə, bunların qanlarında nə varsa, onu mənimsiyirlər, özününkiləşdirirlər. Allah da bu Azərbaycan torpaqlarından onları hifz etsin. İnşallah bu yaxın gələcəkdə bizim bu arzularımız gerçəkləşəcək. Məhz bizim qəhrəman əsgərlərimizin göstərdiyi şücaət nəticəsində. İnşallah o günə az qalıb, o gün çox yaxındadır. İndi o günə kimi gərək biz həm əsgərlərimizin psixoloji durumunu, həm də o döyüş zonalarında, o müharibə zonasında olan dinc əhalimizi də düşünək və onlara da bir köməklik göstərək, yardım göstərək ki... Onlar üçün çox çətindir, çünki onlar daha yaxınlar bu hadisələrə. Əlbəttə, söhbətimizin əvvəlində biz qeyd etdiyimiz kimi müharibə stresdir orqanizm üçün, insanlar üçün və bu stresdən necə çıxmalıdır? Orada həm körpə uşaqlar var, həm yeniyetmələr var, qadınlar var, yaşlı insanlar var. Orada hər cür insanlar var, hər cür xarakterli insanlar var, hər cür bəziləri qorxurlar, bəziləri biraz daha cəsurdurlar. Yəni, bunlar hamısı nəzərə alaraq ümumi bir yanaşma kimi demək istəyirəm ki, uşaqlarla qocalara daha təsir edir bu hadisələr. Fərqli, əlbəttə, təsir edir, sadəcə fərqli təsir edir. Uşaqlar bir çox şeyləri anlamırlar, onlara sadəcə olaraq yaxınları, valideynləri yaxın olduqda, onlar bir çox məsələləri rahat keçirə bilirlər. Ona görə də, əgər hər hansı bir atışma baş verərsə də, körpə uşaqlarının yanında olmaq lazımdır. Yaşda insanlar belədirlər ki, onlar dünyanı görmüş insanlardır və onlar daha dərk edir və onları hansısa bir yaxın olmaqla, filanla onları qorxutmaq, yaxud da ki, onları sakitləşdirmək elə və asan məsələ deyil. Yəni, qorxmayan yaşlı adam varsa da o qorxmur. Qorxan yaşlı adam varsa da onu sakitləşdirmək çətindir. Yaşlı adamlar ümumiyyətlə, onlar hansı seçim edirlərsə, onlar müsəyətin seçimi var, onlarla çətin bir məsələ eləmək. Yəni, bir dənə bir məsələni demək istəyirəm ki, insan tək olanda qorxu daha çox olur. Ona görə, əgər qorxunu istəyirsiniz ki, azaldasınız, birlikdə olun. Uşaqları bir yerə toplayın, özünüz bir yerə toplaşın. Yəni, birlikdə olanda bir-birinə baxıb, qorxma deməklə insanların o qorxu hissi bir-birinə arxada olanda daha da aşağı düşür. Yəni, bu bir psixoloji üsul. Yəni, daima birlikdə olun. Mahnı oxuyun. Elə bir qorxu çox gələndə çalışmansıza bir mahnı oxuyun. Hələ tutdu bu igidliklə bağlı, yaxud da ki, hansısa bir daha şən mahnılar oxuyun. Belə neytral mahnılarda ən, belə deyək ki, zəif halda neytral bir mahnı oxuyun. Yaxşı olardı ki, düşmənlə mübarizə gedirsə, döyüş gedirsə, hansısa bir qəhrəmanlıq mahnısını,
Məsələn, belə bu səpkilə bir mahnılar, şeirlər demək, mahnılar oxumaq olar. Ondan sonra bu yeniyetmələr üçün. Yeniyetmələrdə də bu qorxu ola bilər, amma bunlar artıq nə uşaq deyirlər, nə də hələ ki böyük deyirlər və ən çətini elə yeniyetmələr nədir? Çünki çılğın yeniyetmələr həmən o qorxudan gözlənilməz bir hərəkətlər eləyə bilərlər və tarixən də bütün dövrlərdə, müharibələr zamanı məhz yeniyetmələrin hərəkətləri insanları cəlb edibdir o cəhətdən ki, 12, 14, 15 yaşındakı olan yeniyetmələr bundan görürsən ki, beyinləri qızır, özlərinə tam hərəkətlərini hesablaya bilmirlər. Lakin ürəklərində deyək ki, cəsur bir qəhrəman, gəncdir. Bunlar hazırlıqsız gedirlər, döyüşə atılırlar. Bu, bütün dövrlərdə bu görsənir, bütün millətlərdə də bu görsənir. İntihar cəhdləri falan olur belə hadisələrdən? Yox, müharibə dövründə özünə qəsd adətən eləmirlər. Çünki insanlar artıq zahiri problemlərlə üzləşirlər. Daha çox mübarizə hissi güclənir. Bəli. İntiharlar daha çox daxili problemləri dəf etməmək qabiliyyətindən irəli gəlir. Zahiri problemlərdən heç kəs intihar etmir. Zahiri problemlərdən insan intihar edir o cəhətdən ki, o qəhrəmanlıq göstərir. Bilmirəm, indi bizdə var mı elə bir misallar, mənim xatirimdə yoxdur. Lakin Böyük Vətən müharibəsi dövründə belə misallar çox olubdur. Aleksandr Matrosov misal üçün özündən öncə bir neçə dəstəni göndərmişdilər ki, Zotu məhv eləsinlər. Lakin Zotu məhv eləmək çətin oldu. Bir neçə dəstə qırıldı. Həmçinin Aleksandr Matrosovun da dəstəsi qırıldı. Qumbaralar qutardı və digər vasitələr hamısı qutardı. Və bir 7 minlik, 10 minlik ordu orada qırılırdı və bu Zotudan keçə bilmirdilər. Və orada Aleksandr Matrosov intihar etmədi. O sadəcə olaraq saxladı və gördü ki, başqa yolu yoxdur. Zotun qabağını öz bədəni ilə örtdü ki, o görünməsin. Və o Zotun içərisindən əskərlər çıxıb, onun bədəninin cəsədini götürüb təzədən atəş açınca artıq hücuma keçiriləcəkdi. Və bu hesablanmış əməl idi. Bu elə-belə bir məsələ deyil idi. Və ona görə də müharibə şəraitində intiharlar demək olar ki, olmur. Müqavimət artır və zahiri problemlərlə həll olunur. O dövrdə o qədər təbliğat da güclü idi ki, hətta 12, 13, 14 yaşlı uşaqlar könüllü şəkildə qaçırdılar müharibə. Bəli, onlar orada təqədən geri qaytarırdılar. Amma yeniyetmələrdən çox ehtiyatlı davranmaq lazımdır. Çünki yeniyetmələr tam hazırlıqlı deyirlər, həm fiziki cəhətdən, həm psixoloji cəhətdən, həm də hesablayasan bilmirlər. Ona görə onlar özlərini orada köz atacaqlar və qəhrəmanlıq göstərəcəklər, biz valih olacaq, amma lakin gənclərimiz belə tələf ola bilər, yəni lazımsız bir yerdədir. O cəhətdən ki, heç olmasa onların o cəsarətini yetişdirmək, daha da mükəmməlləşdirmək, peşələrinə görə bir əskər kimi formalaşdırmaq və hə, onda düşmənlə eyni mübarizə aparmağı, gəncləri o cəhətdən başa salmaq lazımdır. Onların o vətənpərvərlik hissini, vətənpərvərlik entuziazmını söndürmək qətiyyən lazım deyil. Sadəcə olaraq düzgün yönətmək lazımdır. Zamana görə, yəni ki, 17 yaşında... Sən getmək istəyirsən müharibəyə, çox gözəl istəyirsən. Amma indi o cəbhəyə getmək, get bir dənə tirə, get bir dənə tuş atmağı öyrən. Get, misal üçün cəsarətlisən, dalaşmaq istəyirsən, əyalar, gözəl, get, idman zalına. Bax, orada... Düzgün yönətmək lazımdır. Bax, belə, sadəcə olaraq söndürmürsən, yönəlirsən ki, 5 gün döv, bir ay döv, sonra gedərsən. Belə gənclərə başa salmaq lazımdır ki, yəni onlar hazırlıqsız atılmasınlar və məhv olmasınlar. Həm ruhdan düşməsinlər, həm də özlərində vətənpərvərlik ruhu yüksəldə bilsinlər. Onlar kifayət qədər, bilirsiniz, o vətənpərvərlik ruhu ya var, ya yoxdur. Əlbəttə, bəzi məqamlar buna təsir edir, məğlubiyyətlər, bir başarı salıb, uğurlar, qələbələr qaldırır. O hadisələri yaşayanlar, yaşayan yeniyetmələr daha çox məncə vətənpərvər olacaq. Çünki onlar o hadisələrin şahididirlər. Düşmənə qarşı nifrət, düşmənə hücum etmək, düşməni məhv etmək. Bir var ki, siz konkret düşmənlə təmasdasınız, bir də var ki, siz abstrakt düşmənlə təmasdasınız. Abstrakt düşmən hardasa uzaqdır, siz onu görmürsünüz və onun mübarizə aparılmaq formaları, üsulları biraz fərqli olur. Bir də var ki, siz birbaşa düşmənlə təmasdasınız və onu canlı belə görürsünüz və onunla müqavimət göstərib ona da hərəkət edirsiniz. Bu ayrı bir şeydir və dinc əhalimizdə də əsasən və qanunlarımıza ən çox burada əziyyət düşür xanımlarımıza. Analarımız daima narahatlar. Analar öz evlatları üçün narahatlar, həyat yoldaşları, xanımlar öz yoldaşları üçün narahatlar və qızlar ataları üçün narahatlar və
ümumiyyətlə, bu böyük bir problemdir, çünki müharibə əsasən ağırlığı düşürsə və fiziki cəhətdən kişilərə, amma müharibənin mənəvi əzablarını, əziyyətlərini çəkirlər bizim xanımlarımız, analarımız, bacılarımız, qızlarımız. Onlar daha çox bundan əziyyət çəkirlər. Onlar da, bəzi qəhrəman qızlarımız var ki, onlar da müharibəyə atılırlar və onlar da döyüşlərimizdə iştirak edirlər və digər şəkildə. Lakin biz əksəriyyətdən danışırıq ki, əksəriyyət xanımlarımız evdə qalıb, belə deyək ki, nigarançılıq keçirmək, bu da böyük bir psixoloji stresdir. Belə olan halda nə məsləhət verə bilərik? Əlbəttə ki, nə məsləhət versən də ananın nigarançılığını heç nə əvəz eləməyəcəkdir. Ana və nigarançılıq sinonimdir. Əgər hansısa qadın nigaransa, deməli o anadır. Yəni, ananın nigarançılığını heç bir nigarançılıq, nə qızın nigarançılığı, nə həyat yoldaşı nigarançılığını aşağı deyil. Yəni, ana nigarançılığı hər şeydən üstündür. Ona görə analarımıza deyirəm ki, analar, siz qəhrəmansınız. Çünki siz qəhrəman bir vaxtlar görürsünüz. Birincisiniz. Və siz gərək məkin olasınız. Doktor, artıq bu neçə illərdir ki, analarımız, ümumiyyətlə uşaqlarımız deyəkənsə, Cəfər bölgəsində yaşayan dinc ailə söhbət gedir, əziyyət çəkirlər, yəni mənəvi əziyyət. Hansı xəstəliklər daha çox olur bu? Sinir xəstəlikləri, yəni ki, nevroz xəstəlikləri daha çox olur bu ərazilərdə yaşayan sakinlərdə. Onlarda bütün psixopatologiya ondan görsənə bilər. Həm depressiya, həm nevroz, həm panik ataklar, həm digər problemlərdə hamısı yaşana bilər. Baxır, hamısı insan psixotipə aiddir, hamısına daha uğurludur. Melanxoliklər daha çox düşürlər depressiyalara, xoleriklər daha çox düşürlər psixoza, sanguiniklər daha çox olurlar nevrotiplərdə. Yəni, hamısı bu əlbəttə ki, şərtidir. Lakin bunların, belə deyək ki, məsləhətin nə ola bilər zahiri cəhətdən? Otlarımız var ki, bu otlardan istifadə etməklə balaca o gərginliyin sadəcə olaraq dərəcəsini azaltmaq olur. Səbəbini götürmək olmur, əlbəttə ki, amma dərəcəsini azaltmaq olur. Bizdə geniş yayılmış dazı otu istifadə etmək lazımdır, pişik otu, bir də maya otu. Bu üç otun ya təklikdə dəmləməsini, ya içməsini, ya həb şəklində, ya istənilən formada, ya qarışıq şəkildə, blokunda qarışdırmaq, xüsusi hazır, belə deyək ki, paketlənmiş çaylarımız da var. Belə dedik, adlanır, sakitləşdirici çay, sivəcir çaylar var ki, onlardan da istifadə eləmək olur. Onun hər şəklində də olur, içmə şəklində də, damcı şəklində də, istənilən şəkildə olur. Yəni, belə olan halda, əlinizin altında əgər varsa, belə otlardan istifadə etmək imkanları olur, bunlardan istifadə edib, kəndi fikə bilərsiniz ki, bir balaca o gərginliyi azaltmış olasınız, o yarançılığı, onun araçılığı, o qorxunu azaltmış olasınız. İndi isə gəlin bir musiqiyə qulaq asaq, sonra səni yenidən mövzumuza qayıdaraq. Sudan üstüne. Gazozda gitmişler dedim ki tükenme var, ona göre dedim müzik yarına. Bu çok güzel. Best FM Az Radyosu'ndayız, Sərbəst Saat'dayız. Qonağımız psixolog İbrahim Əsədlidir. Doktor, görüşümüzün sonuna az qalıb. Maraqlı tövsiyələrimiz oldu dinləyicilərimizə. Eyni zamanda söhbət bizə Cəfər bölgəsində yaşayan dinc əhaliyə müəyyən tövsiyələrimiz oldu. Nə etsinlər, belə bir çətin gərgindir. Davamı da var vəziyyətdə. İstəyərdim ki, bu sonuncu fikirlərinizi də deyək. Çünki vaxtımız yekunlaşmaz. Deməli, burada əsas stres nədir? Ümumiyyətlə, hər hansı bir stres, qorxunun qaydaları var və orqanizmdə o hansı stresin özünə nasıl olunaraq eyni qaydada keçir və son nəticə etibarilə bizdən müəyyən hormonlar qanımıza buraxılır ki, və o hormonlar insanın sonradan o stresin pis nəticələrinə gətirə bilər, müəyyən xəstəliklərə gətirə bilər. Qorxu nəticəsində yaranan qorxu. Bəli, istənilən stres nəticəsində qorxu stres kimi həmən o adrenalin və noradrenalindən söhbət gedir ki, və bunların da dəf eləməyin bir neçə yolu vardır. Buradan da ən asans yolu insanların fiziologiyasını biləndən sonra irəli gəlir. Bu da nədən? Dahi fiziolog Seçinovun bir kəlamı var. Bu deyir ki, elə bir proses yoxdur ki, sinir hüceyrəsindəki əzələ hüceyrəsində ödəksini tapmasın. Yəni,
İnsanda hər hansı bir psixoloji stres olduqda, qorxu olduqda, o hansısa bir əzələ gərilməsi ilə ifadə olmalıdır. Ya bu iradi şəkildə olacaq, ya qeyri-iradi. İnsanda bir neçə əzələlər var. Əgər o saya əzələlərinə o şərait eləyərsə həmən o qorxu, insanda müəyyən nevrozlar, gastronevroz, kardionevroz, digər qorxudan bir çox problemlər yaranır, baş ağrısı və s. Və həmən qorxu anında, stres anında, həmən insana daxilində çoxlu adrenalin olduğu qanda, adrenalin olduğu halda insan gərək həmən hansı bir fiziki iş görsün. Bu istənilən bir iradi iş ola bilər, idman da ola bilər, rəqs də ola bilər, hansısa bir fiziki iş də ola bilər. Qadınlar başlayarlar, misal üçün, ya xalça çırpmağa, ya ev tütürməyə, uşaqlar başlayarlar qaçmağa, otuqlanıb düşməyə, oğlanlar başlayarlar jim eləməyə, oturtmağa, ya turnikdə hansısa bir hərəkət eləməyə. Yəni, bu şeylər düşünməməkdən ötürürlər. Nə ki, düşünmək, düşünə də bunu eləsən belə problem yaşamayacaqsın. Çünki həmən əzələ gərilməsi nəticəsində həmən hormonlar öz təbii axarı ilə başlayacaqlar dəf olmağa və çevrişmə baş verəcək, biyokimyəvi çevirmələr baş verəcək ki, bu da sağlamlıq bir şeydir. Yəni, bir şey bilmək lazımdır ki, dinləyicilər çünki insanın ümumiyyətlə hər hansı bir stresə iki reaksiyası var. Ya insan donub qalır, ya da qaçır. Ya insan düşməndən, özündən üstün düşməndən qaçır, ya da o düşmənin üstünə hücum edir. Hər bir halda hərəkət var. Hər bir halda hansısa bir hazırlıq var. His var, daxildən gələn his var. Yox, hissdən söhbət gedir. Ondan gedir ki, istənilən stres nəticəsində hərəkət olmalıdır. Yəni, əzəllər artıq hazır olur ki, insanlar qaçsın. Ya qaçmağa, ya döyüşməyə hazır olur. Yəni, bu, onu demək istəyirəm ki, əgər siz adi məişətdə, həyatda da, yaxud da ki, belə bir müharibə kimi bir şərait olduqda, əgər siz qorxu keçirirsinizsə və bilmirsiniz ki, o qorxunu nə edəsiniz, həmən an dərhal fiziki bir iş görün. Zim eləyib, oturub durun, nəsə bir iş görün. Faydalı bir əmək olsa, bu lap yaxşı olar. Amma faydasız da olsa, həmən hərəkət olsun. Yəni, əsas prinsip odur ki, əzəllərin gərilməsi baş versin. Təşəkkür ederim, doktor. Çox xoş oldu sizin söhbətiniz məncə. Hər üçün maraqlı oldu. Bizim növbəti görüşlərimiz də olacaq. Sərbəst saatda bu qədər. Növbəti cümə axşamı günü saat 16:00-da mən bir daha sizin görüşünüzə gələcəm. Beləliklə, əziz dinləyicilərimiz və tamaşaçılarımız sağ olun, salamat qalın.